Bir çox bəylər düşünür ki, qadınlar ağıllı deyillər. Bunu deyən bəyi mən tanımaq istəyərdim, sözün açığı. Biz qarşı tərəfi daha tez anlaya bilirik, nəinki özümüzü. Nə üçün bəylər xanımlarına gül almır? Dünyanın hər gözəlliyini mənə daddırıb da, ancaq mən onun bir şirin sözünə möhtacam. Hər an hardasan biz xanımlar o diqqəti sevirik axı. Biz Çox o diqqəti, hətta yeri gələndə müəyyən qədər o qısqanılmağı, diqqət mərkəzində olmağı o sevginin səviyyəsi ilə hardasa eyni tuturuq. Bu çox bizim üçün önəmlidir. Sonra evləndim də, daha uşağım da var da, bu nə olursa olsun bu məni atmaz deyə bir levla keçiyor. Biz birinci unutmamalıyıq ki, bəylər də insandır. Onlar da bir ananın övladıdır. Ən böyük problem bilirsiniz nə vaxt yaranır? İnsanlar küsəndə. Günümü göyəski elədim, sənə görə saçımı süpürgə elədim. Orada bir suallar var ki, birincisi, niyə əgər qədrin bilinmədiyini düşündüyün yerdə qalırsan? Biz yenilənəndə həyatımıza gələn insanlar və ssenarilər də yenilənmiş olur. Nərmin Qarayeva 1987-ci ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Anadolu Liseyində alıb. Daha sonra ali təhsilini Azərbaycan Dillər Universitetində İngilis dili və ədəbiyyatı üzrə filologiya ixtisasında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə biznesin təşkili və idarə edilməsi sahəsində davam etdirib. Paralel olaraq Kiyev Dövlət Universitetində sosial elmlər və psixologiya üzrə təhsil alıb. Peşəkar inkişaf istiqamətində Beynəlxalq Koçluq Federasiyasında peşəkar koçluq üzrə 4 müxtəlif uzmanlıq sahəsi üzrə ixtisaslaşıb. Əlavə olaraq beynəlxalq dərəcəli numeroloq və təlimçidir. Psixologiya sahəsində keçirilən bir çox elmi konfransların və koçluq müsabiqələrinin qalibidir. 17 illik neft və sənaye sektorunda iş təcrübəsinə sahibdir. Bununla yanaşı, sahibkar xanım olaraq fəaliyyət göstərir. Eyni zamanda, qadınların inkişafına və maarifləndirilməsinə İctimai Birliyinin təlim, tədris və təşviq departamentinin rəhbəri olaraq ictimai fəaliyyətlə məşğuldur. Ailəlidir, 3 övladı var. Nərmin xanım, xoş gördük. Xoş gördük Aytən xanım. Nərmin xanım, nə üçün bəylər xanımlarına gül almır? Belə deyim Aytən xanım, insanlar və münasibətlər fərqlidirlər. İnsanların münasibətlərə yanaşması, münasibətlərdə gözləmələr də, gözləntilər də fərqlidir. Dolayısıyla biz burada baxmalıyıq, bəy necə bir ailədə böyüyüb, bəy özünü necə yetişdirib və xanım necə bir ailədə böyüyüb, necə bir xanım halına gəlib çıxıb, yəni necə yoğrulub. Gül almaq, hədiyyə almaq, bu elə bir məqamdır ki, bu sevgini göstərməklə əlaqəli bir, belə deyərdim, bir amildir. Dolayısıyla hədiyyəni qəbul etmə qabiliyyəti də olmalıdır qadında, o hədiyyəni almaq üçün. Burada bir çox məqamlar yatır, o barədə də açarıq, danışarıq istəsəz. Belə deyim, bir xanım əgər bəydən gül gözləyirsə, əslində o bəyin sevgi dilinin, sevgi göstərmə şəklinin gül və yaxud hədiyyə vermək olmasını arzulayır deməkdir. Bəli. Demək ki, həmin xanım bəyin sevgisini, diqqətini, şəfqətini ona hədiyyə verməsi ilə ölçür. Aha. Bəli. Dolayısıyla bəy niyə verir, niyə vermir gülü və yaxud hədiyyəni məsələsinə gəldikdə isə belə izah eləmək olar onu ki, ola bilər ki, məsələn, bu yaxınlarda bir dəyərli xanımla söhbət eləyirdik. Xanım bildirir ki, bəy məni çox sevir və danışdığı ətraf mövzuların hamısından bilinir ki, bəy səmimidir, doğrudan xanıma dəyər verir, gələcəklə bağlı ciddi planlar var. Sadəcə xanım bildirir ki, mən gül almağı, həqiqətən də yerinə düşdü sualınızda, xanım gül almağı çox sevir. Aha. Bəli, deyir, hər gün gül almaq istəyirəm. Mən böyük bir hədiyyələrdə gözüm yoxdur, ancaq gül mənim zəif yerimdir də. Ancaq deyir, zalımın balasına nə deyirəm deyir, hər şey eləyir, gül almağı unudur. Deyəsən məni sevmir. Deyirəm ki, gözəl xanım, digər bu məqamlar var da, baxın, sizə diqqətli olmağı, daha sonra qayğı məsələləri və s. mövzularda danışırıq. Siz ona bildirmisiniz bu məsələni. Biz xanımlarda axı belə bir məqam var. Biz istəyirik ki, bizim beynimizi oxusunlar. Öyrənsin də özüm mənim, mən nə işləyirəm axı. Bəli, ancaq biz burada bir məqamı unuduruq da, bir məqamı unuduruq. Bəylərin axı beyinləri daha çox rasional işləyir. Bəli, yəni bu nə deməkdir? Yəni, biz bəzi məsələlər var ki, onlara açıq deməliyik.
Bir dəfə deyilir əslində, Aha. amma tam deyilmir də mənə gül al. Gül alsaydın yaxşı olardı. Yaxşı olardı. İndi dediniz, elədi. Əgər eləmədisə, bunu artıq o qadın o cilvəsimi deyim, qadın artıq şirin dilimi deyim. Bir də burada qadın özünə yanaşma məsələsi də var da. Qadın hər zaman, mən demirəm qadın layiq olmalıdır. Çünki qadınlarımız hamısı dəyərlidir. Hamısı gözəlliklərə layiqdir. Əlbəttə ondan söhbət gedə bilməz. Mübahisəyə bağlıdır. Sadəcə xanım da hər zaman öz üzərində işləməlidir. Özünü necə deyim, o qədər dəyərli bir vəziyyətə gətirməlidir. Bir söz var idi, özünün ən gözəl versiyasında hər zaman təqdim etməlidir. Bəy də bunu sevərək xanım üçün təkcə hədiyyə yox. Yəni bir xanım üçün güldürsə, digər bir xanım üçün sadəcə ola bilər gözəl bir toxunuş olar, bir şam yeməyi olar və yaxud bir zəng, bir mesaj, hava soyuqdur, isti geyinmisən. Bugün yemək yemisən. Bəli, bunlar hamısı münasibət daxilində zaman içində formalaşa biləcək məsələlərdir. Yəni sualımıza qayıtsaq onu demək istəyirəm ki, gül və yaxud digər hədiyyələr tam olaraq göstəricidir desək, biraz məsələyə dar baxmış olarıq. Ancaq nə gözəl ki, bəy nəzərə alsın ki, bundan bağlayaq sualı ki, nə gözəl ki, xanımının istəklərini, xanımının sevilmə şəklini, o sorğusunu gözəl şəkildə ala bilsin. Ala bilsin. Bəli. Münasibətlərə başlayanda əvvəlcə münasibətlərə deyirəm, mən öz həyatımdan deyirəm. Ən gözəli. Ailə quranda məsələn mənim yoldaşım sorğusuz sualsız gül də alırdı, hədiyyələr də alırdı. Yəni bunlar hamısı olmalıdır kimi gedirdi. Və illər keçəndən sonra biz 10 ildə evliyik. İllər keçəndən sonra münasibətlər istər-istəməz soyuyur, daha doğmalaşır və burada qadın fikrə düşür ki, o məni sevmir, o məni istəmir, mən artıq arzu olunan deyiləm öz həyat yoldaşım üçün. Burada qadın hansı, nə etməlidir ki, o birincidə ki, o hissləri mütəmadi saxlaya bilsin, toxunuşları, zərrələri. Mən belə sizin gözəl sualınıza cavab verim. Biz əslində qarşı tərəfi biz heç nəyə məcbur etməməliyik və edə bilmərik. Mən sözün açığı manipulyasiyalardan çox tərəfdar olan insan deyiləm. Ancaq əlbəttə ki, burada şirin cilvələr, bir şirin əlbəttə ki, o xatırlatmalar olmalıdır. Çünki siz ailədən qeyd elədiniz. Ailə çox dəyərli, müqəddəs bir qurumdur. Nə gözəl ki, belə bir qurum ixtira olunub, kəşf olunub, belə deyək. Bütün ailələr möhkəm olsun inşallah. Bu ailə qurulandan sonra axı tək ailə qurdu 2 nəfər. Burada bir proses var, burada bir zaman var, uşaqlar dünyaya gəlir, ailə tərkibində olan şəxslərin xarakterləri var, bəy, xanım, hərəsi fərqli ailələrdə böyüyüblər. Biz 2 fərqli ailədə böyüyən insanın, boş yerə demirlər də, 2 nəfəri yox, əslində ailələr evlənir. Biraz dırnaq arası deyirəm, bəli. Aslında yəni, çox doğru. Bəli, çox bəli. Doğru. Dolayısıyla bəy ailədə görün, siz indi bəyinizdən dediniz, nə gözəl ki, o belə gözəl jestlərlə sizin qəlbinizə ələ alıb, sizin belə xoş xatirələr sizdə qoyub. Bu çox gözəl bir şeydir. Sadəcə mən bir tərəfi də vurğulamaq istəyirəm ki, bunu etməyən və yaxud az edən bəylərdə o demək deyil ki, o sevmir, dəyər vermir. Sadəcə bayaq da vurğuladığım kimi, bəy xanımın dilini tutmağı bacarmalıdır. Müəyyən mənada. Əlbəttə ki, xanım da müəyyən qədər açıq sözlü olsa, bəyin yaxşı mənada deyirəm ki, nəbzini tutsa, çox gözəl olardı. Bir-birinin dilini tutma. Ancaq bəzi ailələrdə bu həmən baş verir. Bəzilərində isə zaman lazımdır. Və sizin dediyiniz kimi bir zaman sonra bunların müəyyən qədər azalması əslinə baxanda həm normaldır, həm də deyil. Belə bunu izah eləyə bilərəm ki, normaldır o baxımdan ki, gəlin açıq danışaq da, bəylər adətən ovçu xarakterlidirlər. Yaradılışdan əldə etmək həvəsi, əldə etmək o içgüdüsü belə deyək, onlarda o qədər güclü olur ki, onlar hər nə vəclə sevdiyi, bəyəndiyi, türklərin gözəl bir sözü var, gözünə kəsdirdiyi xanımı əldə etmək istəyir və bu çox gözəl bir belə deyək yanaşmadır və onlar bunun üçün hər şey eləyirlər. Əllərindən nə gəlir, istər gül olsun, gözəl jestlər, diqqət. Ancaq burada bir məqam var ki, bu nə dərəcədə səmimidir. Bəli, mən məsələn pasientlərlə də söhbət eləyəndə, seminarlarda da biz görüşəndə dəyərli xanımların hər zaman bunu vurğulayıram. Deyirəm, baxın dəyərli xanımlar, hər şeyin ifratı davamlı olacaq anlamına gəlmir.
Bəli, bəzən ifrat dediyim, yəni aşırı hər gün çoxlu buketlər, çoxlu nə bilim restoran yeməkləri, gəzməklər, hər an hardasan biz xanımlar o diqqəti sevirik axı. Biz Çox o diqqəti, sevirik. hətta yeri gələndə müəyyən qədər o qısqanılmağı, diqqət mərkəzində olmağı o sevginin səviyyəsi ilə hardasa eyni Bəli, tuturuq. Bu bəli. çox bizim üçün önəmlidir, əksər xanımlar üçün. Belə deyim. Sadəcə yenə də deyirəm, bəzi şeylər ifrat olanda və çox olanda burada bir sual gəlməlidir xanımın ağlına. O baxmalıdır ki, bu doğrudan da bəy bunu səmimi şəkildə eləyir ona. Artıq o xanımın biraz sezgisəlliyinə də qalır əlbəttə ki. Və baxmalıdır, yenə də nisbi yanaşmalıdır. Məsələn, bir xanım söhbət eləyir mənə, deyir ki, əks bir məsələ sizə danışım. Deyir ki, mənim bilirsiniz dünyanın hər yerini gəzdirib. Yəni o deyir, daşım, qaşım, dünyanın hər gözəlliyini mənə daddırıb da, ancaq mən onun bir şirin sözünə möhtacam. Aha. Bəli. Yəni xanımın gözlədiyi əslində əlbəttə gözəldir o digər jestlər. Bəli, gözəl. Ancaq xanım deyir ki, mən o hissi onun gözündən, onun o mənə nəvazişindən, səs tonundan ala bilmirəm. Mən də onun möhtacıyam. Kaş ki onları eləməzdi. Ancaq mənə bu tərəfdən sevgisini hiss elətdirərdi. İndi bax Nərmin xanım, burada bir sual yaranır. Onun hiss elədiyi doğrudur, yoxsa yanlışdır? İndi məsələ də orasındadır da. Ona görə mən ifratdan bayaqları danışdım ki, aşırı olanda xanım bir dayanmalıdır. Bu o insanın, o bəyin normasıdır. Bu həmişə belə davam eləyəcək. Bəli. Ona görə də ovçu məsələsini mən boş yerə əvvəldə vurğulamadım. Yəni gözünə kəstirir, belə yaxşı mənada ovunu da belə metaforik desək, ovunu gözünə kəstirir. Bir yerdən sonra əlbəttə ki, müəyyən həyat keçir, zaman keçir, övladlar dünyaya gəlir və artıq o rusların gözəl sözü var, bıt. Bu keçir artıq məişət formasına. Məişət formasına da keçəndən sonra artıq nə olur? Bir-birinə alışma. Məsələn, ayrı evlərdə yaşayanda necə olur? Biz bilirik də. Xanım görüşə gedəndə ən gözəl formada gedir. Makiyajı, ən azından saçı daraqlı, ən gözəl donun geyinir, gedir. Nə gözəl vaxtlardır o romantik zamanlar. Ancaq etiraf eləyək və açıq danışaq ki, bu da həyatın bir əslində gözəlliyi və reallığıdır ki, ailə içində axı biz bir evin içinə girəndə istər-istəməz müəyyən bəzi özəl məqamlarda görürük axı bir-birimizi, geyimlər olsun və yaxud evdə sadə bir hal olsun, yuxudan oyandı, məsələn, saçı daraqsız halı olsun. Əsl sevgi, əsl dəyər, bəli, əsl məhəbbət odur ki, məhəbbətin ən ali forması sevgidir, hörmətdir. Əsl ali sevgi də onda yaranır ki, şəxslər bir evin içinə girəndən sonra o gündəlik o jestlərin hər an olmasa belə bir-birlərinə olan o sevgini, bir-birlərinə olan o bağlılığı, hətta bir gözəl söz var, deyir, nə gözəldir insan, deyir, yaxın dostu ilə evlənsə. Bəli, belə bir deyim var. Deyir, danışa biləcəyiniz insanlarla evlənin. Çox doğrudur. Hə. Bəli, dost ola biləcəyiniz insanlarla evlənin. Bəli, bir-birini bir evin içində anlamaq, bir-birinə hörmət etmək, yeri gələndə bir-birinə müəyyən bir azadlıq sahəsi qoymaq. Bəli, Bəlkə bu da biz çox Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Siz nə düşünürəm? Deyirəm ki, baxın, biz deyəndə çoxluğu nəzərdə tuturam. Əlbəttə. Aha. Gördüklərimdən danışıram da. Məsəl üçün ailə qurulandan sonra belə bir hal var ki, xanımlar da olur ki, özlərinə baxmır, bəylər də özlərinə baxmır və sənin özünün şəxsi alanın qalmır. Sənin bütün şəxsi məsələlərin onunla bağlı olur, onunki də sənlə bağlı olur və siz bir-birinizə artıq maraqlı gəlməyə bilirsiniz ki, bu təbii haldır. Biz sanki evlənəndən sonra özümüzü buraxırıq
Sonra evləndim də, daha uşağım da var da, bu nə olursa olsun bu məni atmaz deyə bir levla keçir. Amma mən baxıram xarici dövlətlərə, onlar evlənsələr belə, onlar öz bədən quruluşlarının üzərində mütəmadi çalışırlar, mütəmadi işlərinin üzərində çalışırlar, mütəmadi inkişaflarını və səyahət, hətta səyahətlərini belə ayırırlar ki, yəni mən bu səyahətə rəfiqələrimlə gedəcəm. Mən bu səyahətə iş yoldaşlarımla gedəcəm. Yəni burada onların bayağı bir azadlıq məsələləri var və əslində baxırsan ki, onların ailə həyatı da uzun gedir. Amma bu bizdə isə bu belə deyil deyələ. Ona görə biraz belə bir şey vardı. Yəni biz bax gözəl bir şeydir ki, biz deyirsiniz yuxudan qalxanda biz onun üzünə düşən ilk qırışı görməyimiz əslində bir sevginin dilidir ki, yəni biz onu görürük də, amma biz bunun fərqində deyilik. Bəli. Fərqinə vara bilmirik. Orada artıq məsələ anda qalmağa gəlib çıxa bilər. Ondan da sizinlə geniş danışa bilərik. Dediyiniz məsələyə gələndə Aytən xanım, nə gözəl ki, insan ailə içində öz yarı ilə, öz seçimi ilə, belə deyək, o dediyiniz ilk qırış, saçın ilk ağarması, nə bilim o şirin, acılı, şirinli o həyat sancılarını deyək də, bərabər əl-ələ. Zaten ona görə də dünyanın heç bir yerində olmayan o söz birləşməsi bizdə var, həyat yoldaşı. Hə. Nə gözəl. Yoxdur, doğru. Bəli, Doğru. bəli. Heç yerdə yoxdur. Ona görə biraz bizim xanımlar sanki daha çox öz üzərlərində işləməlidirlər. Üzərlərində işləməlidirlər. Təkcə xanımların üzərinə biraz bizdə çox məsuliyyət qoyulur. Mənə elə gəlir ki, hər iki tərəf üzərində işləməlidir. Bizdə bəzən bəli ümumiləşdirməyi siz demiş doğru saymasaq da, ancaq bəli müəyyən əksəriyyətdən danışsaq, bayaqki məsələ kimi də bunu da belə ələ ala bilərik. Misal üçün xanım fikirləşir ki, artıq ailə qurmuşuq. Aha, biz ailə qurmuşuqsa demək ki, mən bəyənib, arxayın olur. Mən artıq ailə qurmuşam. Bundan sonra lazım deyil. Misal üçün, əlbəttə hər xanıma aid deyil bunlar. Ancaq biraz arxayınlıq yaranır. Nə də olsa məni sevir. Aha, nə də olsa mən ana oldum da. Axı bu elə belə olmadı. Məsələn, bu kilolar o məni anlasın, nəzərə tamam, anlasın, nəzərə alsın. Ancaq burada bir yaradılışdan gələn məqamlar var. Biz bunu xanımlar olaraq nəzərə almalıyıq ki, bəylərin nə edirsə eləyək, istəsə də, istəməsə də gözlə sevmək, gözlə bəyənmək məsələsi. Yəni xarici görünüş önəmlidir. Bəylər üçün çox önəmli. Necə biz xanımlar üçün deyirlər, xanımlar qulağı ilə sevir. Bəli, bizim üçün o şirin sözlər, jestlər, söhbətimizin əvvəlində danışdığımız məqamlar nə qədər önəmlidirsə, bəylərə də haqsızlıq edə bilmərik də, bəyləri düşünmək lazımdır. Bu qarşılıqlı olanda və bayaqki məsələyə qayıtsaq, ailə içində necə eləyək ki, itməyək. Bir-birimizdə itməyək. Yenə bir maraqlı söhbəti xatırladım burada. Bir dəyərli pasient mənə danışırdı ki, mənim həyatımda çox maraqlı belə münasibətlərim olub, hörmətlə bəziləri sona çatıb. Ancaq mən istədiyim şəxsi belə deyə həyatıma cəlb eləyə bilmirəm. Və o məni özünü mənə sevdirəndən sonra bir yerdən sonra mənim istədiyim hər bir şey eləyəndən sonra sanki mənim gözümdən düşür, mənim üçün adiləşir. Bu da indi çox yayılmış bir belə deyək məsələdir. Bəli. Ki Nərmin xanım, bu nədən ola bilər? Gəlin bu. Bəli. Əslində o elə sanır ki, bezir. Sadəcə biz fərd olaraq özümüzlə tamamlanmasaq, bəli, özümüzlə tamamlanmasaq, özümüzdə olan belə deyək, bəzi evliliklər var ki, insanlar boşanma həddinə gəlib çıxırlar. Ancaq boşanmırlar. Neynirlər? Gedirlər ailə danışmanları var, terapistlər var. Bunlar nə üçün var? Bəzən belə bir cümlə ilə fikrimi ifadə edeyim. Aytən xanım, bəzən biz insanlar, fərqi yoxdur, xanım və ya bəy, bəzən biz özümüzlə tamamlana bilmədiyimiz üçün, bəzən biz indi məşhur söz var da, travmalarımızı, çətinliklərimizi, o ilişib qaldığımız məqamları həyatımızda həll etmədiyimiz üçün bizə elə gəlir ki, o ağırlığın içində o qədər qalırıq ki, bizə elə gəlir ki, qarşı tərəfdə bizə bir yükdür. Halbuki bəlkə də diqqətlə baxsaq, bir sakitləşsək, bir nəfəs alsaq, yəni bunu geniş anlamda deyirəm, özümüzlə məşğul olsaq, ola bilər bir müddət, məsələn, bir həftə, 2 həftə baxır artıq münasibətlərin gedişatına, fasilə verə bilsək, dayananda hər şey çox aydın olur. Mən həmişə deyirəm, bizə elə gəlir ki, biz bir məqama və yaxud bir əşyaya yaxından baxanda onu yaxşı görürük. Ancaq əslində biz bir qədər özümüzə icazə verəndə kənardan baxaq, onda bütün detallar o qədər aydın görünür ki. Çox doğru. Bəli, biz durduğumuz yerdən ətrafı, o detalları görməyə bilirik. Və bu normaldır, biz insanıq.
Burada o qədər faktorlar var ki, özəlliklə xanımlar bilirsiniz də, o qədər hormonal dəyişikliklər olsun, ana olmaq olsun, iş xanımı olmaq, müxtəlif məsələlər bizim o belə deyək, beynimizi qarışdıra bilər, hisslərimizi çaşdıra bilər. Bunlar hamısı həyatın içində var. Biz bunların üstünü örtməklə, bu problemləri görməzdən gəlməklə onları yox saya bilmərik. Ən gözəli burada, ən gözəl tövsiyə fərdlərin ayrı-ayrı öz üzərlərində işləməkləri, bir yerdə müzakirə etməkləri, yeri gələndə bəzən eybi yoxdur, qoy dalaş, ancaq danış. Dalaş amma Bəli, danış. dalaş, ancaq danış. Müəyyən Anladım. çərçivədə dalaş, eybi yoxdur. Yeri gələndə denən, anlaşılmazlıq olsun. Ancaq ən böyük problem bilirsiniz nə vaxt yaranır? İnsanlar küsəndə. Küsəndə. Bəli, küsəndə, uzaqlaşanda. Biz nə vaxt qışqırırıq, belə səsimizi yüksəldirik. Əslində bunun psixoloji açıqlaması odur ki, biz düşünürük ki, qarşımızdakı bizi eşitmir. Doğru. Bəli, biz eşidilmək istəyirik. Məsələn, xanım var, deyir ki, mən 4 övlad anasıyam. Düşünün nə böyük bir əməkdir, nə böyük bir özveridir. Doğrumu? Yəni. Biz analar bunu gözəl başa düşürük də hər baxımdan. Xanım deyir ki, mənim yoldaşım maddi və s. hər baxımdan məni çox gözəl təmin eləyir. Gözəl insandır, sadiq həyat yoldaşdır, yaxşı atadır. Sadəcə mən bəzi romantik məqamlar var ki, jestlər var ki, məni qane etmir. Bəli, məhz o da jest baxımından danışdı. Ancaq deyir, anlaya bilmirəm və haqsızlıq da etmək istəmirəm də. Çünki gözəl tərəflərini bildirdi yoldaşının. Mən deyir, özümdə bir məqamdır, tutmuşam, anlamışam ki, mənim deyir, yoldaşım bəyim evə gələndə deyir, yeməyini verirəm, hər şey yerində, yaxşı mənə münasibət. Ancaq mən onun yanında başlayıram uşaqlarıma acıqlanmağa, ucadan danışmağa. Məsələn, o evdə olmayanda mən o qədər aqressiv danışmıram. Müşahidə edib özünü. Bəli, özünü müşahidə necə gözəldir ki, özünü kənardan görə bilir və bunu anlamağa çalışır insan. Biz anlamağa çalışanda və anlatanda hər şeyin açarını tapırıq əslində. Və bunu öz bəyi ilə danışıb, nə xoşbəxt o xanıma ki, bəyi də onu dinləyib və anlayıb. Çünki insan dinləyəndə, anlayanda zaten hər şey çözülür. Deyir, bir insanı o sağaldır ki, onu dinləyən insan tənqid etmək üçün, həmən cavab vermək üçün yox, onu anlamaq üçün dinləyir. Doğru. Deyir, biz anlaşıldığımızı hiss edəndə biz sağalırıq. Necə gözəldir. Gözəl sözdür. Bəli, bəli. Çox. Onun üçün də onun bəyi də sağ olsun. Onu dinləyib, anlayıb və başa düşüb ki, xanımına emosional anlamda doyumluluq vermir. Bəli. Yenə də mən bəyləri qınamaq anlamında bunu demək istəmirəm. Bilirsiniz niyə? Çünki o da insandır. Biraz tendensiyalar bizdə belə inkişaf edir ki, xanımların daha çox tərəfini tuturlar. Biraz bəylərə tələbkarlıq çoxdur da. İşləsin, qazansın, mənə hədiyyə eləsin, yaxşı ata olsun. Biz unuduruq ki, Çox yükləmişik biz bəylər biz əslində. unuduruq ki, bəy, xanım, tamam, bəli, müəyyən rollar var. Bəyin öz rolları var, xanımın öz rolları var. Nə gözəl ki, bu rollar qarşılıqlı şəkildə tamamlansın. Ancaq həyatın içində bayaq qeyd elədim. Dediyimiz kimi, yəni zaman-zaman bizim yorulmalarımız, sınmalarımız özümüzlə və yaxud uşaqlığımızla həll edə bilmədiyimiz, çata bilmədiyimiz hədəflərdən olan o hıncımız, belə deyək, özümüzə olan əsəbimiz bizə mane olur. Qarşı tərəfin bizə olan əsl o sevgisini, qayğısını görmək istəmirik. Niyə? Çünki ətrafın və kainatın, yaradanın hətta deyərdim ki, bizimlə danışıq dili bizim özümüzlə olan danışıq dilimizdir. Bəli, bizim özümüzə olan münasibətimiz, baxın, bizim içimizdə bir şeylər dəyişən kimi nə olur? Ətraf görürsüz dəyişilir. Hətta təmizlənmələr gedir. Çünki bu ətraf, ailə, həyat, dostluqlar, bütün münasibətlərə bunu aid eləyə bilərik zənnimcə. Hər bir şey bizim özümüzlə əlaqədardır. Nərmin xanım, bir dənə mən istəyərdim bunu açasınız ki, baxın, deyirsiniz ki, kainatın bizlə danışıq dili, bizim özümüzlə danışıq dilimizdir. Bəli. Mən bu sözü birinci dəfə də eşidirəm burada. Bəli. Nərmin xanım, bu nə deməkdir? Yəni istəyərdim bunu açasınız biraz. Yəni biz özümüzə necə davranırıqsa, tutaq ki, bir insan özünə hörmət etmir. Öz qoyduğu qaydalara öz həyatında əməl etmir. Sərhədləri yoxdur. Kim necə istəyir ondan faydalanır. Heç kəsə yox deyə bilmir. Özünü həyatının mərkəzinə qoymayıb. Bəli, bu çox önəmli məqamdır. Özünü mərkəzə qoya bilməyib. Dolayısıyla necə olacaq? Bu insanın həyatına gələn insanlar, hətta həmişədən odur, binəyi qədimdən həyatında olan insanlar, ailə üzvləri daxil, hamı nə edəcək? Hamı başlayacaq, sərhəd yoxdur axı, haçan istəyirəm, gələrəm, nə istəyirəm, götürərəm, gedərəm kimi yanaşacaq.
Ona görə deyirəm ki, biz amma o nazik şəkildə yoxlarımızı da deyə biləndə, biz o sərhədlərimizi də qoyanda deyəndə ki, bir dəqiqə, mən indi özümlə məşğulam. Mən tamamlanma periodundayam. Mən bu məqsədimə çatmalıyam. Bugün səninlə görüşə bilmərəm. Olar məsələn biz bunu bir həftə sonraya təxirə salaq. Əgər bizim dönüşüm prosesimizdə bunu da əlavə eləyim. Bunu şəxsi təcrübəmdən də sizinlə paylaşım. Biz dönüşüm prosesində olanda bizim o biraz gərgin, biraz o dəyişəndə bilirsiniz də sancılı prosesdir. O prosesdə dözə bilməyənlər bizə, onlar bizim həyatımızdan çıxmağa məhkumdular. Niyə? Çünki həyatımızda olan insanlar, hadisələr hər biri bizə dırnaq arası deyirəm, xidmət etmək üçün həyatımıza gəlirlər. Buna dözə bilməyənlər, bizdən faydalanmaq istəyənlərdir və yaxud bizi manipulə edənlərdir əslində. Biz də bunun fərqində olmuruq. Çünki bizi gerçəkdən doğrudan sevən, dəyər verən insanlar bizim o dəyişim, dönüşüm, bizim o özümüzə qayıtma, inkişaf dövrümüzdə qoymazlar ki, nəysə bir incəlik olsun, problem olsun. Qəbullanacaqlar. Bəli, qəbullanacaqlar, səbirlə gözləyəcəklər. Hətta belə deyim, ön sırada bizə onlar alqışlayacaq. Çünki bizi doğrudan sevirlər. Özləri faydalanmaq üçün yox, bizə yaxşı olsun deyə. Yəni istifadə etməyəcəklər, amma əslində bu təmənnasız sevgidir bu. Təmənnasız sevəcəklər. Sənin hansısa xarakterinə görə yox, səni sən olduğuna görə sevəcəklər. Ən saf, ən dürüst sevgi doğrudan da odur. Çünki heç kəs ideal deyil, ideal olmağa da bir məcburiyyətimiz yoxdur. Əgər mən həmişə deyirəm, gənc xanımlarla danışanda deyirəm ki, mən necə başa düşüm, o məni doğrudan sevir. Deyirəm, səni dəyişməyə çalışır. Deyir ki, məsələn, saçın rəngin belə dəyiş, məncə sən kilo ver. Yox, amma xoşundan deyir axı. Deyirəm, axı sənin də olmadın axı, o sən dəyişdin. Sən dəyişdin. Düşünərək ki, fədakarlıq eləyirik, bəydən heç nə tələb eləmirik. Deyir ki, mən saçımı süpürgə elədim, həyat yoldaşımdan heç nə istəmədim. O da başa düşmədi və mənim üçün neynədi? Heç nə eləmədi. Gözləntilərini vermir. Amma o onu nələrsə elətdirmək istəyir. Deyir ki, nə üçün mənə yaxşı qızıl almırsan, nə üçün mənə yaxşı maşın almırsan, nə üçün mən 3 otaqlı evdə qalmalıyam və bu daha yüksək istəyir. Necə eləsin ki, elətdirsin? Yoxsa elətdirməlidir, yoxsa elətdirməməlidir ümumiyyətlə? Aytən, bir insanın özünün istəyi olmasa, ona nəyisə elətdirmək hələ də biz kişilərdən danışırıqsa, mümkün deyil. Birinci deyim ki, sevən, dəyər verən, həyatda özünü tapmış, ayağı yerə basan kişi onsuz da xanımı üçün ən gözəl şəraiti yaratmaq istəyir. Biz adekvat bəylərdən danışırıq hal-hazırda. Adekvat hər bir bəy heç bir manipulyasiyasız demək olar ki, onsuz da xanımı üçün bütün gözəllikləri yaratmaq istəyəcək. Nəyə görə? Birinci ona görə ki, o xanım bizim yaşadığımız ölkənin mental dəyərlərinə görə. Xanım onun adıdır, xanım onun namusudur. Bəli, onun belə deyək də bir anlamda vizit kartıdır. Birdən belə bir sual yaranır. Adekvat bəy necə anlasın ki, bax bu odur ki, o düzgün qərar versin. Xanım necə anlasın ki, bu adekvat bəydir. Ancaq belə, bəy birinci özünə hörmət eləyir. Bəyin özünə ayırdığı zaman var. Bəli, istər fiziki görünüş baxımından, istər iş baxımından bəy həyatda bir yerlərə gəlib çıxıb. Yəni özünü tapıb. Özünü tapan insan, ayağı yerə möhkəm basan insan. Bunu həm mənəvi, həm maddi anlamda deyirəm. Yəni xarakterli insan, şəxsiyyət olan insan. Şəxsiyyət kimdir? Şəxsiyyət odur ki, öz arzularını reallığa çevirə bilib. Böyük bir faizlə ən azından. Bəli, şəxsiyyət halına gəlib çatmış bir bəy, əlbəttə ki, xanıma da şəxsiyyət kimi davranacaq. Biz söhbətimizin əvvəlində qeyd elədiyimiz kimi, biz özümüz necə isə, qarşımızdakına da elə davranırıq. Hər şey özümüzdən başlayır. Xanımın o tələblərinə gələndə isə siz gözəl orada qeydlər elədiniz. Bəli, bu tendensiya çox yayılıb. Burada mənim razı olmadığım məqamlar da var. Belə onları sizə qeyd edeyim ki, biz birinci unutmamalıyıq ki, bəylər də insandır. Onlar da bir ananın övladıdır. Necə ki xanımlar, elə də bəylər. Yenə də rollardan söhbət, paylaşımlardan söhbət gedir. Yenə də xanım əgər yüklənirsə ki, mən saçımı süpürgə eləmişəm və yaxud nə. Burada xanıma
zaman mən olsaydım bir sual verərdim xanıma ki, saçımı süpürgə etdim deyəndə siz nəyi nəzərdə tutursunuz? Bəli, biz bəzən necə ki bəylərə yüklənirik də, deyirik ki, belə qazanmalıdır, eləməlidir, al, belə otaq, maşın və s. Mənim üçün biznes elə belə. Tamam, bu bəy insandır da, bu bəyin də belə deyir, super gücləri yoxdur ki, o da müəyyən xanım da ailə quranda bilir ki, kimlə ailə qurur. Yəni burada biraz insafla yanaşmaq lazımdır qarşı tərəfə. Əgər mən belə yanaşardım ki, əgər biz görürük ki, qarşımızdakı insan əlində olan imkanlarını böyük bir faizlə onsuz da xanımı üçün, ailəsi üçün sərf edirsə, onun üçün müvafiq şəraiti yaradırsa, imkanları daxilində, əlindən gələn ən yaxşısını eləyirsə, bundan artıq sırf bəydir deyə yüklənib ki, yox, sən borcunu da eləməlisən. Bu artıq bilirsiniz hara gətirib çıxarır? Sevginin ölməsinə, hörmətin ölməsinə, o pərdə deyirlər bizdə. O hörmət pərdəsinin son belə deyim də sizə səhifələrinin də aradan qalxmasına gətirib çıxarır. Çünki bəy də bir yerdən sonra o da insanda tükənə bilir. Və düşünür ki, mən bu qədər elədim, onsuz da mənə sağ ol deyən olmadı. Çünki bu həmişə mənə nəyi necə demək, bir şeyi tələb edərkən üslub çox önəmlidir. Bəli, biz bir cümləni hansı tonla, hansı sözləri seçərək ifadə ediriksə, inanın ki, o qarşı tərəfdə onun yaratdığı effekt, təsir sırf üslubdan və tonlamamızdan asılıdır, deyərdim mən. Necə desinlər? Necə desinlər? Burada sir verək xanımlara ki. Əlbəttə, sevə-sevə. Əgər bəyinizdən bir ricanız var, işiniz düşüb bəyinizə, demək istəyirsiniz ki, falan bir şeyə ehtiyacım var. Adətən bəylər sevmirlər, onlar işdən gələn kimi problemi ona bildirəsən. Bu bir çox bəylərdə belədir. Və yaxud işdə hər hansı bilirsiniz də gündəlik rutinin yorğun gəlib, ona xoş gəlmir ki, xanım gələn kimi başlasın deyinməyə, danışsın, problemləri desin. Yəni bu, yenə deyirəm, yaradılış olaraq belədir. Biz bunu dəyişə bilmərik. Ona görə daha səbirlə, daha həlim və zamanını gözləyərək, doğru zamanlama və doğru üslub bəylərlə ünsiyyətdə, bəydən istədiyimizi, belə deyim də, görməkdə, almaqda çox önəmli məqamlardır. Burada neynəsin? Bax, Nərmin xanım getsin, səs tonunu dəyişsin, bir gözünə sürmə çəksin. Bax, siz nə sir verərdiniz ki, bax, bu sirri eləyin, bu texnika işləyir. Burada tək bir texnikadan danışsaq, bilirsiniz, ümumiləşdirmə olacaq. Bəli, düz gəlməyəcək. Çünki kiməsə uyğun olacaq, kiməsə yox. Doğru. Bəli, ona görə də yenə də mən ancaq onu deyə bilərəm ki, öz bəyinin dilini tapmalıdır ki, elə bir bəy var ki, misal üçün, o xoşdur ki, xanımı naz eləsin. Ünsiyyəti azalan kimi, bilirəm, bu manipulyasiyadır. Ünsiyyət azalan kimi bəyin diqqəti artır. Niyə? İtirmək istəmir. Bir anlıq ona siqnal çatır ki, aha, nəsə diqqət göstərmədim, nəyisə unutmuşam. Özü həmən başlayır o boşluğu doldurmağa. İnsan da var ki, nə qədər sus, yenə də anlamayacaq. O elə başa düşəcək ki, sənin ürəyin danışmaq istəmir. Ona görə də xanım bəyini yaxşı tanımalıdır. Artıq o xanımın üzərinə düşən məsələlərdir ki, xanım da bəyini yaxşı tanımalıdır. Müşayiət etməlidir. Onu da yaxşı müşayiətçi olsun. Yaxşı müşayiətçi olmalıdır. Onun dilini tapmalıdır və heç zaman unutmamalıdır ki, bəy də bir insandır. Bir də nə edə bilər? Mən indi belə ağlıma gəldi. Bax, soruşum sizdən, siz deyirsinizsə belə eləyir. Bundan öncə necə istəyib, hansı formada istəyib və ona istədiyini alıb. O metodu təkrarlaya bilər də yəqin ki. Əlbəttə ki, əlbəttə ki. Qışqıraraq yox, məsəl üçün daha mülayim deməklə. Nərmin xanım, bax, dövrümüzün belə bir, mən deyərdim ki, həqiqətən problemi var. Bir çox bəylər düşünür ki, qadınlar ağıllı deyirlər. Ağıllı qadın necə olmalıdır ümumiyyətlə? Bəylər düşünür ki, xanımlar ağıllı deyirlər. Aha. Bunu deyən bəyi mən tanımaq istəyərdim, sözün açığı. Çünki çox iddialı bir sözdür. Bilirsiniz də, dövrümüz o qədər inkişaf eləyib ki, xanımlar o qədər üzərlərində işləyirlər ki, həddindən artıq. Yəni istər ailədə olsun, məişət işlərində, istər biznesdə olsun, xanımlarımız hal-hazırda çox belə təqdirə layiq işlər görürlər. Bunu mütləq vurğulamalıyıq. Həqiqətən mən də. Bəli. Yəni bir xanım olaraq da, bir insan olaraq da bunu biz deməliyik, üzərindən keçə bilməliyik. Ağıllı xanım necə olmalıdır? Ağıllı xanım tamamlanmış xanım olmalıdır. Nə istədiyini bilən xanım olmalıdır. Dəqiq olaraq bilməlidir. Səhvlərindən nəticə çıxaran xanım olmalıdır. Aha. Bəli. Həyatda özünü tapmış xanım insan olmalıdır. Tamamlanmış deyəndə biz nə deyirik? Yəni mən necə tamamlanım? Mən necə bilim ki, mən tamamlanmışam?
Yoxsa yox. Siz onu hiss edəcəksiniz o nöqtəyə gəlib çatanda. Nə vaxt ki biz narahatıq, nə vaxt ki biz başa düşürük ki yerimizdə deyilik. Nə zaman ki biz bilirik müəyyən qabiliyyətlərimiz var iş anlamında desək, ancaq biz məsələn lazımı orada qazancımız yoxdur, özümüzü öz qabımızda hiss eləmirik. Bunlar artıq ruh bizə o barədə məlumatlar verəcək də, gözə görünməyən siqnallar gələcək. Biz o zaman demək ki tamamlanmamışıq, yerimizdə deyilik. O proses pika çatanda, xanım tamamlananda, bəli, onu hiss edəndə biz anlayırıq ki, bəli, xanım ağıllı xanımdır. Niyə? Çünki özünü tanıdı. Öz tələblərini dəqiq şəkildə bildi. Belə bir söz var. İnsanın özü ilə əlaqəsi. İnsanın özü ilə əlaqəsi. Bəli. İnsan hər zaman özü ilə, öz daxili ilə əlaqədə olmalıdır. Bu çox önəmlidir. Qəşəng bir yerdir bax. İnsanın özü ilə əlaqəsi. Bəli. Biz o qədər öyrəşirik ki, Aytan xanım, kənar ünsürlərə, kənar insanlara, ətrafdan onu deyəcəklər, belə baxacaqlar. Aha, standartlar belədir. Hamı məsələn belə bir bədən ölçülərində olmalıdır. Hamının misal üçün ən son model iPhone həmən almalıdır. Hamıda belə marka maşın olmalıdır. Misal üçün də bunlar ətrafın bizə marketinqin gətirdiyi müəyyən qəliblərdir, doğrumu? Ancaq insan var ki, həqiqətən bunlara ehtiyacı yoxdur. Dolayısıyla ehtiyacın olmadığı halda həyatına gətirdiyin insanlar, hadisələr, ünsürlər bunlar nəyi göstərir? Özünlə əlaqənin olmadığını. Özü ilə əlaqəsi qırılan insanda istər xanım, istər bəy olsun, fərq etmir. Bu zaman nə baş verir? Ziddiyyət. Sənin ruhun sıxır. Aha. Sən başa düşürsən ki, sən burada olmalı deyilsən. Ya missiyanı yerinə yetirmirsən, ya da özünlə əlaqəni itirmirsən. İtmisən də. Bəli, itmisən. Nədə itmisən? O sənə yeridilənlərin içində itmisən. Ancaq özünə qaydanda, sadələşəndə, özünlə səmimi olanda, istər kölgə tərəfini tanımaqdan söhbət getsin, istər özündə həmişədən o bildiyin məqamlarla olsun. Fərq etmir. Hər bir halda özünlə tanıyanda, özünü tanıyanda, özünlə üzləşəndə, səmimi olanda dəqiq biz o yola gəlib çıxırıq ki, biz nə istəyirik? Bunu bir his kimi izah etsəydik də, bu hansı hissdə biz özündən tanımağı biz müşahidə edə bilirik? Varmı bu belə? Əlbəttə. Əgər bayaq dediyim kimi, biz əgər hiss ediriksə ki, öz yerimizdə deyilik, həmən nələr baş verir? Bizdə burada artıq nə oldu? Mübarizə gedir. Bizim içimizdə potensial var, bizim ehtiyacımız olan məqamlar var. Ancaq o məqamlar bizim həyatımıza gəlmir. Məsələn, tutaq ki, mən doğulmuşam psixoloq olmaq üçün. İnsanlara bir anlamda ruhsal dəstək durmaq deyə, şəfa vermək deyə. Ancaq mən gedirəm mühəndis kimi işləyirəm. Niyə? Çünki mənə evdə deyiblər ki, bizim ailədə hamı mühəndisdir. Sən də mühəndis olmalısan və yaxud sən həkimlər ailəsi, həkim olmalısan. Misal üçün mən də bənzər bir şey yaşamışam. Ondan nümunə gətirim sizə. Ancaq mən uzun illər misal üçün neft sektorunda çalışmış, yəni özümə görə təcrübəsi olan bir insan kimi sizə deyim ki, həmin illər ərzində mən başa düşürdüm ki, mənim həm sağlamlığımda mental və fiziki olaraq dəyişikliklər baş verir. Yəni içərdən əsl Nərmin qışqırır ki, məni gör, mənim ehtiyaclarım bu deyil, bunlar mənim tələblərim deyil. Yəni biz özümüzü, ruhumuzu, iç səsimizi dinləməyi öyrənəndə, onu bastırmayanda, inanın ki, xaricdən də, daxildən də həm gözəlləşirik, həm sağlamlaşırıq, özümüzə də, ətrafa da tamamlanmış versiyamızı göstərmiş oluruq. Onda bizim özümüzə ilk sualımız nə olsun? Özümüzə ilk sualımız olsun ki, mən kiməm? Mənim nəyə ehtiyacım var? Mən kiməm? Mənim nəyə ehtiyacım Bəli. var? Çox maraqlıdır. Və həmən cavab tapmağa çalışmasın. Özünə zaman versin. Kimliyini sorğulamaqda özünə cavab versin. Bəli. Gözləsin. Bəli. Özünü tanımaq, özünü dərk etmək bu bir prosesdir. Bu bir saatın içində bizim anlaya biləcəyimiz bir şey deyil. Bəzən biz qarşı tərəfi daha tez anlaya bilirik, nəinki özümüzü. Bəs bu niyə belədir? Həqiqətən doğrudan da elədir. Biz qabağımızdakını deyirik, bu belədir, Bəli, amma bəli. öz gözümüzdə heç nə Bəli. görmürük. Çünki nümunə gətirdiyim kimi yaxında olanı, içimizdə olanı biz görə bilmirik. Axı ona kənardan baxa bilmirik. Ona görə də o anda dayanmağın, fasilə verməyin, hətta necə deyirlər mütəxəssislər, meditasiya elə. Nə üçündür bunlar hamısı? Sakitləş. Özünə qayıtmağın üçün. Bütün cövhərlər bizim özümüzdədir.
Bizə lazım olan hər şey, insan o qədər mükəmməl bir varlıqdır ki, bizi yaradan o qədər zəngin, mükəmməl yaradıb ki, deyirlər, özünün psixoloqu olmalısan. Bəlkə professional kimi bundan razılaşmaya bilərəm, ancaq ümumi anlamda, böyük anlamda doğrudan da bu belədir. Biz həqiqətən özümüzü sorğulasaq, özümüzə lazım olanların fərqində olsaq, inanın ki, doğrudan da dərmanımız da özümüzdədir və doğru suallarla doğru cavabları tapıb biz istədiyimiz yerə gələ bilərik. Çox Heç rahat. zaman gec deyil. Gec, Bəli, heç vaxt heç gec- zaman gec deyil. Hərənin öz zamanı var, hazır olduğu zaman. Biz dedik ki, heç vaxt gec deyil, hərənin bir vaxtı var. Bəli. Əslində bizdə bilirik də, yəni düşüncə çoxdur ki, birdən gecikərəm, birdən çatdırmaram, birdən həyatım yetməz. Amma siz deyirsiniz ki, heç zaman gec deyil, vaxtında olacaq. Bunun özünə gəlmək, yəni möhtəşəm bir şeydir də, həqiqətən ki, yəni sən başa düşürsən ki, sən əgər bu gün bunu yaşayacaqsansa, deməli bu gün yaşamalıydın. Keçmişə görə heç bir şeydə Bəli. heyfslənməməlisən. Bəli. İnsan fiziki olaraq bir dəfə doğulur, ancaq həyatı boyunca yorula, o qədər dəfələr o sancılardan keçə-keçə tam olmalı olduğu versiyaya gələnə qədər, kamillik versiyasına gələnə qədər o qədər sancılardan keçir. Bəli, bu da insanın həyatın içində doğulma, yaranma, ən gözəl versiyaya çatma sancılarıdır. Belə də olmalıdır. Belə də olmalıdır. Burada bir məqam var. Buna da hazır olduğumuzda həyat bizə onu yaşadır. Əgər bir insan özü olmaqdan qorxursa, məsələn, insan vardır ki, mən istəyirəm çoxlu pul qazanım, mən istəyirəm uğurlu olum, tanınmış mütəxəssis olum. Baxırsan ki, savadı var. Ancaq göstərə bilmir özünü. Hətta cəmiyyət içinə çıxır, gözəl nitqlər söyləyir, müəyyən konkret addımlar atır, ancaq yenə tanınmır, uğur əldə etmir. Burada artıq şuuraltı məsələlər yatır ki, sən doğrudan da görünür olmaq istəyirsənmi, yoxsa nədənsə qorxursan? Yəni əslində çıxış elədiyi, göstərdiyi olduğu deyil. Bəli, ancaq özü fərqində deyil. O siz bayaq gözəl qeyd elədiniz, xanımlar çox necə deyirlər, biraz bu minnətvari səslənir. Günümü göyəski elədim, sənə görə saçımı süpürgə elədim. Orada bir suallar var ki, birincisi, niyə əgər qədrin bilinmədiyini düşündüyün yerdə qalırsan? Hələ ən böyük sual budur. Niyə qalırsan? Yəni bu qədərmi özünü dəyərsiz hesab edirsən? Yox, əgər əksidirsə, o zaman niyə manipulyasiya edirsən qarşı tərəfi? Çünki qarşı tərəfdə yenə də deyirəm, nə qədər yüklənsək də bəylərə, biz unutmamalıyıq ki, hər şeyin həyatda bir həddi var. Biz o həddi keçəndə bir yerdən sonra ən çox sevən, dəyər verən insan da artıq onu eləmək istəmir. Niyə? Çünki insan beyni yaradılışdan belə yaranıb ki, buna ödül odaqlı deyək. Yəni mükafata fokuslanmış. Biz bəli, ona görə insan görülmək istəyir. Ona görə insan bu qədər dəyərləndirilmək çabasındadır. Bizim elədiyimiz hər bir addım, bu gün sizinlə elədiyimiz söhbətin belə məqsədlərinin başında odur ki, biz görülmək, eşidilmək, dəyərləndirilmək istəyirik. Doğru. Buna da hazır olanda həyat bizə onu doğrudan da verir. Niyyət bir də. Niyyət. Niyyət. Bəli. İstəyirik, amma burada bir art niyyət yoxdur da, yəni. Əlbəttə. Burada bir təmiz niyyət var. Doğru. Xanımın həyatında bəy var, bir-birlərini sevirlər. Ancaq çox toksik münasibətləri var. Xanım qaçır, haçan baxırsınız, xanım qaçır, bəy də onun dalıca. Bir yerdən sonra bəy dayanır, başa düşür ki, xanım nə zənglərə cavab verir, hətta hər yerdən bloklayır. Bəy bütün ikinci dərəcəli üsullardan istifadə edir, hətta gəlib o qapının ağzında dayanmağa qədər səhərəcən ki, xanımı təzədən özünə qaytarsın. Xanım qayıdır, ancaq yenə heç nə dəyişmir münasibətdə. Bu döngü olan toksik münasibətlərdən bəli danışsaq. Və xanım gələndə, biz söhbət eləyəndə deyir ki, Nərmin xanım, mən anlayıram ki, bu toksik münasibətdir. Ən azından mən özümü buna layiq bilmirəm. Deyirəm ki, gözəl xanım, əgər layiq bilmirsinizsə, siz nəyə görə bu münasibətin içindəsiz? Sizi bu münasibətdən geri addım atmağa mane olan, saxlayan nədir? Deyir, inarsız özüm də bilmirəm. Ancaq belə fikirləşirəm ki, bu nəsə karmik münasibətdir. Dedim, siz karmik münasibət deyəndə nəyə nəzərdə tutursunuz? Deyir ki, ona görə ki, mənim atam da belə eləyirdi anama. Və mən çox analiz edib başa düşmüşəm ki, sanki mənim həyatımda atama bənzər bəylər gəlir həyatıma.
Bir neçə dəfə mən o bəyləri uzaqlaşdırmışam, ancaq necədirsə mən bu bəydən uzaqlaşa bilmirəm. Ancaq başa düşürəm ki, bu zəhərli münasibətdir və mənim həyatdakı tələblərimə cavab vermir. Heç cür uzaqlaşa bilmirəm, bu döngüdən çıxa bilmirəm, mənə kömək eləyin. Çox maraqlıdır. Bəli. Xanım neynədi? Müəyyən bir neçə sessiyalardan, söhbətlərdən sonra əlbəttə xanım özü ilə işlədi. Biz onun ata ilə olan münasibətlərindən, ailə münasibətlərindən, bəli, özü ilə işləyəndə insan o öyrəşdiyimiz ssenarilər var da həyatımızda. Hazır Şablonlarımız var. Biz onları bəyənməsək belə, nə qədər ki o şablonlarla işləməmişik, o şablonlar orada qalıb, o sxemlərə uyğun insanlar və hadisələri gətiririk. Niyə? Deyir, soruşun niyə? Ona görə ki, biz onu həll eləməliyik. Bunu bir dairə kimi təsəvvür eləyin. Bir dairə tamamlanmaq istəyir, ancaq heç cür tamamlanmır. Gəlir tamamlanmağa çatanda yenə eyni yerə qayıdır. Bəli. Artıq dairə nə zaman tamamlanır? Biz fərqinə varanda ki, bu bizə xidmət etmir. Siz danışırsınız, rəfiqəm düşür yadıma. Bəli, çoxdur. İnanın ki, bunun bənzərləri o qədər çoxdur ki. Özəlliklə sevgi münasibətlərində bu çox olur. Xanım deyir ki, və xanım başa düşdü. Beynində bir lampa yandı, işıq yandı. Xanım anlayır ki, mən təkrarlayıram. Mən dönə-dönə atamı gətirirəm həyatıma. Bəli. Və yenə də özü ilə tamamlamağa qayıdırıq ki, xanım özü ilə tamamlanma yolunu keçəndən sonra bu 1-2 günlük məsələ deyil. Bəli, burada da sən səbirli olmalısan, burada da özündən işləməlisən və terapiya dövrü bilinənin əksinə hər zaman ürək açıcı məqamlarla dolu olmur. Sən orada üzləşmələr eləyirsən, mənfi tərəflərini görürsən, bəlkə manipulatorsan, elə bilirsən ki, o bayaq xanım nümunə gətirdinizdə, saçımı süpürgə eləyirəm. Huri mələksən. Bəli, huri mələk, hamı heç özünə. Heç də deyilsən. Bəli, heç kəs öz ayranına turş demir. Hamımız elə bilirik ki, biz idealıq. Ancaq məsələ açılanda, qabaranda, danışanda burada qəbahət eyib bir şey yoxdur. Müzakirə olunanda yetər ki, insan bunu qəbul etməyə hazır olsun. Biz səhvlərimizi, o inkişafa belə deyək də, meyilli tərəflərimizi görəndə, qəbul eləyəndə onlarla işləmək də asan olur. Onları düzəldib yeni həyata addım atırıq. Dolayısıyla biz yenilənəndə həyatımıza gələn insanlar və ssenarilər də yenilənmiş olur. Niyə? Çünki biz əvvəlki biz deyilik. Biz hamımız yaxşıyıqsa, baxaq görək pis kimdir? Bəli, böyük sualdır, həqiqətən. Nərmin xanım, bizi oradan Hüseyn neçə dəqiqə göstərdi? 2 dəqiqə göstərir. Vaxt çox tez keçdi. Vaxt həqiqətən çox tez keçdi. Biz sizdən verilişdən öncə də danışırıq. Biz sizdən verilişdən sonra da danışırıq. Bəli. Biz sizdən telefonda da danışırıq. Böyük məmnuniyyətlə. İnandırım sizi ki, həqiqətən mən doymuram sizin söhbətlərdən və mən ümumiyyətlə bunun söhbət olduğunu, bu söhbət deyil, bu su kimi gedir sanki. Bəli. Hə, mən çox təşəkkür edirəm. Həqiqətən də siz yeganə insanlarsınız ki, mən danışanda mən yorulmuram. Və mən beynimdə izah verməyə çalışmıram ki, yəni birdən belə başa düşər, bilirsiniz necə də, yəni sözüm necə gəlirsə elə də deyirəm. Süzgəcdən keçirməmişəm. Çünki elə də qəbul edirəm, onu hiss eləyirsiniz. Nə xoş mənə. Nə xoş. Eynən. Ona görə minnətdaram. Çox sağ olun. İnşallah ki, əminəm ki, izləyicilərimiz də burdan şəfalandılar, özlərinə lazım olanları götürdülər. Təşəkkür edirəm. Növbəti videolarda görüşmək ümidi ilə. Məmnuniyyətlə. Mən təşəkkür edirəm. Çox sağ olun. Görüşərik. Uğur arzulayıram. Sağ olun. Sağ olun.